Ürəyimə tövsən. Salam Ceyran xala, sabahınız xeyir, yaxşısın, sağ olun, siz necəsiniz? Nə edirsiniz, nə var, nə yox? Növbət necədir? Hə, Dilbər, ürəyim. Gecə səhərə yaxın idi, yuxum duydun, ona görə dedim yığım görüm. Başqa nömrə verməsin. Hə, Aslanın nömrəsidir. Ya mən bilirsən də telefonum yoxdur, sadə telefonda səs-səd atamıram. Aslanın nömrəsindən. Növbət də yaxşıdır, səni soruşurdu. Elə pis olmuşdu ki, toya elə bir şey eləmədilər. Da gəlmədiniz, ona görə elə bilirdi ki, siz də gəlirsiniz. Mən əvvəldən demişdim, axı Esmira xalan gəlir, Nicar gəlir, Dilbərgil hamısı gələcək toya. Aslan toyuna. Hə, deyirdi, gəlsə yaxşı olar da, mən də görüşərdim onlarla. Çoxlu salam dua deyir. Hə, bizdə də vəziyyət yəqin bilirsən də, ay gün başımız oyun açdı, getdi. Mən istəmirdi, aslan mən gətirdi evə, gətirdiyini dedi, ya anan, ya mən. Çıxıb evdə də nə var, silib süpürüb, yığışdırıb, aparıb. Xala dedi ki, boşaldı. Paltarlarımız aldım, hamısını, hər şeyi. Aparsın, Allah onun bəlasını versin. Gözündən müğayət olur. Ürəyin istəyəndə belə səs ata bilərsən. Yəni, məndə də olur çox vaxt telefon. Sən də özündən müğayət ol, öpürəm, bağrıma basıram. Salam Dilbər, necəsən, nə var, nə yox? Bilirəm ki, elə yaxşı ki, elə gəlməmsən. Heç mən bilsəydim, elə ağlım olsa, heç mən toy eləməzdim ona. O, toyumu eləməzdim mən. Sağ ol, Allah köməyin olsun. Mənim anam istəməyən, özün dəfələrlə indi görürsən də TikTokda zaten. Mənim anam istəməyən adam mənə lazım deyil. Plus da mənə əl qaldırdı kimlərinsə yanında. Mən ona görə mən o işi bitirdim. Geç sizin işindəliysən. Çox sağ ol yenə də. Salam, yaxşıyam, çox sağ ol. Sən necəsən? Sual qoymuşsan. Mən belə də, mən indən belə çalışacağım, yaxşı olun. Anam var, çalışacağım, həyatıma davam edeyim. Ürəyinlə nə vaxt istədi yaza bilərsən, yəni mən yenə deyirəm. Mən pis adam deyiləm, onu zaten bütün dünya görür. Yəni Allah hər kəsin qismətin mənimki də belə gətirdi.